Yosif Stalin ilk təhsilini Gürcüstanın Qori şəhərindəki bu məktəbdə, o vaxtki adı ilə seminariyada almışdı. Qori sakinləri də 10 illərlə bu keçmiş Sovet diktatorunu öz qəhrəmanları kimi anıblar. Amma Sovet hakimiyyətinin süqutundan sonraki illərdə təhsil alan şagirdlər Stalinin qəddar işgəncələri və dözülməz siyasəti haqqında da informasiyalar əldə edə biliblər. Yəni, sizcə Stalin konkret kim idi? Bilmirik. Yaxşı, bu elə də vacib deyil. Sonda onu zəhərləyiblər. Qori sakinləri üçün Stalinin şəxsiyyətini müzakirə eləmək xüsusilə maraqlıdır. Kim Stalin tərəfini saxlayır, kimi də tam əleyhinə danışır. Siz nə fikirləşirsiniz? O adətən tənqid edilir. Sənin öz fikrin nədir? O kommunist olub. Bilmirəm kimə inanım. Yaşlı adamlar onun böyük insan olduğunu, cavanlar isə çox pis adam olduğunu deyirlər. Mən nə deyə bilərəm? İki kəskin fərqli fikir var. Kimi onu həddən artıq tərifləyir, kimi də tənqid eləyir. Bəli, amma ideal yaxşı ya da tam pis adam ola bilərmi? Yalnız ağ ya da qara. Yox. Sizcə onun hansı işini tərifləyirlər? O yaxşı nə edib? Elə mən də bunu bilmək istəyirəm. Mən də. Deyirlər Stalin Gürcüstanda kilsələri qorumaq üçün çox iş görüb. Rusiya və Sovet İttifaqının başqa yerlərində kilsələri dağıtmaq işini əvvələ salıb. Gürcüstanda kilsələr məsələsini ikinci dərəcəli iş eləyib. Yəni o Gürcüstanda kilsələrin dağıdılmasına mane olan adamdır. O necəsə mane olub. Beləliklə də kilsələri xilas edib. Aydındır.